Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika və rasulika Muhammed və ala alihi və sahbihi əcmain. Əmmə ba'd. İnşallah bugün qısa namazın müxtəsər təlimini izah eləmək istəyirəm. Çünki bəzi qardaşlar xahiş etdilər ki, internet səhifələrində çox fərqli, müxtəlif video roliklər mövcuddur. Bəzilərində başqa cürdür, bəzilərində başqa cürdür. Ona görə də istədilər ki, qısa namazın formasını görüntülü şəkildə izah edeyim. Ola bilsin, Allah təbarək və teala baxanlar üçün faydalı etsin. Deməli, namazda qardaşlar, ilk görülən iş ayaqların düzgün istiqamətdə olmasıdır. Ayaqların düzgün istiqamətdə olması. Bəziləri ayaqları bu cür aralayırlar, geniş. Bəziləri yığırlar ayaqları bu cürlə. Bunlar hamısı xətadır. Ayaqlar düz, çiyinlərin, hər kəs öz çiyinlərinin ölçüsündə düz qiblə istiqamətində saxlayır. Nə aralayır, geniş, nə də ki, yığır. Düz ayaqlar qiblə istiqamətində alınır. Və sonra ayaqlar düz istiqamət alınandan sonra Allahu Akbar, təkbirin forması. Və təkbir qardaşlar, təkbirin iki forması var. Yəni Allahu Akbar iki cür olunur. Birinci forması Allahu Akbar bu cürdür. Əllərin, barmaqların ucu bu hissəsi çiyinlərə kimi. Çiyinlər tərəfi Allahu Akbar. Bu birinci formasıdır. Və ikinci forması bu əllərin yuxarı hissəsi, barmağın ucu qulaqların yanına kimi. Aydın oldu? Birincisi Allahu Akbar çiyinlərə kimi, ikincisi Allahu Akbar biraz yuxarı, qulaqların yanına kimi. Bəziləri qulaqları vurur əli bu cürlə. Bu xətadır qardaşlar. Bəziləri bu cür edir. Bu xətadır. Bəziləri bu cür edir. Allahu Akbar. Bunlar hamısı düzgün deyil. Təkbirin iki forması var. Allahu Akbar çiyinlərə kimi, bir də Allahu Akbar qulaqların biraz yuxarı, qulaqların yanına kimi. Və bunlardan ikisindən daha yaxını Allahu Ələm, İmam Əhməd və həmçinin İmam Şafi və həmçinin İshaq rahiməhumullah deyiblər ki, çiyinlərə qədər olsa daha aqrabdır, daha yaxşıdır ki, təkbir çiyinlərə qədər olunsun. Necə ki, bunu İmam Əhməd, həmçinin İmam Şafi və başqa alimlər, İshaq və s. alimlər buyurublar. Və sonra rükudur qardaşlar. Rükunun da daha doğrusu rükudan qabaq əllərin bağlanması. Təkbirdən sonra əllər bağlanır. Əllərin bağlanması sağ əlin, qardaşlar, sol əlin üzərində olması ittifaqdır alim arasında. Alimlər ittifaq ediblər ki, sağ əl sol əlin üzərində olur. Lakin qoyulma tərzində 3 cür qoyulma fərqi var. 3 cür qoyulma növü var. Sağ əlin sol əlin üstünə qoyulması. Birincisi, ovucu, sağ əlin ovucunu sol əlin ovucunun üstünə qoyub sinədə, sadır deyirlər buna. Sadır da buradan bura qədər olan yerdir. Sadır, sinə. Bu ortada saxlayırsan. Birinci forma sağ əlin ovucun, sol əlin ovucunun üstə qoyub sadırda, sinədə bu cür saxlayırsan. Və ikinci forması biləklə sağ əlin biləyinlə sol əlinin biləyin üstünə qoyub bağlayırsan və qoyursan sinəyə. Sağ bilək qoyuldu, bağlandı. Qaldı sadırda, sinədə. Və üçüncü forması tam bağlayırsan. Sağ əli, necə bu Səhih Buxaridə varid olub, bu formada. Bu üç formasıdır. Bu üçü də sabitdir. Lakin bəziləri burada saxlayır əli, sol tərəfdə. Bu cür. Bəziləri belə saxlayır. Və bəziləri daha aşağı salır. Bunların qardaşlar heç bir əsası yoxdur. Daha səhi odur ki, əllərin bağlanması 3 formasıdır və hansı ki, qeyd elədim. Və sonra rüku gəlir qardaşlar. Rüku təkbir edəndən sonra gedirsən rükuya. Bəziləri yol verirlər xətalardan rükuda əlləri burada saxlayır. Fikir verin, burada olmaz. Bəziləri burada saxlayır.
yəni əlin forması. Bəziləri bura saxlayır. Bəziləri əlini belə saxlayır. Bunlar düzgün deyil, qardaşlar. Bunlar düzgün deyil. Səhih odur ki, rükuda əllər, ovuc, yəni əllər, barmaqlar açıq olur. Barmaqlar açıq və ovuc diz qapaqlarının üzərinə qoyulur və bağlanılır. Ovuc, əllərin ovucu diz qapaqlarının üzərində bu formada və əllər düz. Bu cür nə yox. Əllər düz qalır. Tam şəkildə düz. Yəni bağlanandan sonra əllər tam açılır, qardaşlar. Bu daha səhihdir. Və bəziləri rükuda başını bu cür saxlayır. Tam aşağı edir. Bu da səhvdir, qardaşlar. Bəziləri yuxarı qaldırır. Bu da səhvdir. Bəziləri rükuda dizləri bükür. Bu cür. Bunlar hamısı xətadır. Səhih odur ki, diz, ayaq tam açılır. Açılandan sonra ovucun qoyursan diz qapaqlarının üstünə və əl də tam açılır və bel də düz formada dayanılır. Başına aşağı, nə də yuxarı, i'tidal, yəni orta formada saxlayırsan. Və sonra rükudan qalxanda əllərin qalxması. Rükudan qalxanda, qardaşlar, əllər. Bəziləri rükudan qalxanda, yəni Semiyallahu limen hamidə, əlləri qaldırmırlar. Bəziləri rükudan qalxanda əlləri qaldırmırlar. Bu da Hənəfi məzhəbindədir. Yəni Hənəfi məzhəbində, yəni rükudan qalxanda əllər qalxmır. Semiyallahu limen hamidə, əlsiz. Və bu düzgün deyil. Nə qədər sahabələrdən varid olub ki, yəni rükudan, yəni gəlib İbn Ömərdən, İbn Abbasdan, Əbu Hüreyrədən, Abdullah ibn Zubeyrdən, həmçinin gəlib Ənəsdən, həmçinin tabinlərdən, Tavusdan, Mücahiddən, həmçinin bu Abdullah ibn Mübarakın məzhəbidir. Yəni onlar gəlib ki, rükudan qalxanda əllər qalxır. Semiyallahu limen hamidə. Və sonra səcdə. Səcdənin forması, qardaşlar, bəziləri səcdəyə bu cür atılır. Bu cür. Bu cür səcdə etmək xətadır. Bu artıq dəvə kimi dizləri çökməkdir və Peyğəmbər sallallahu aleyhi ve sellem bizə dəvə kimi dizləri atmağı, dəvə kimi çökməyi nəhy edib. Ona görə bu səcdə forması yanlışdır. Bəziləri atır özlərini. Amma səhih odur ki, səcdəyə, qardaşlar, getməyin iki variantı var. Səcdəyə getməyin iki variantı var. Birincisi, dizlər qoyulur. Sonra əllər. İkincisi, birinci əllər qoyulur. Sonra dizlər. Bunun iki variantı var. Yəni iki variantdan birini etmək olar. Yəni hədislərdə ikisi də sabit olub. Necə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə ikisi də sabit olub. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəl dizlərini qoyub, sonra əllərini qoyub və başqa hədisdə sabit olub ki, əvvəl əllərini qoyub, sonra dizlərini qoyub. Lakin alimlər ixtilaf ediblər, əfzəli hansıdır? Yəni daha əfzəl hansıdır? Allahu a'ləm. Yəni mənə gəlib çatana görə, necə İmam Malik rahimehullah, həmçə Əvza'i, həmçə Şeyx Albani rahimehullah deyiblər ki, əllər birinci qoyulsa daha yaxşıdır, bu sünnəyə uyğundur. Şək yoxdur, yəni ikisi də sabit olub. Yəni əfzəl deyiblər ki, əllərin birinci qoyulmasıdır. Yaxşı. Əllər səcdədə hansı vəziyyətdə olur? Əllər. Bunun iki variantı var. Yəni əllərin səcdədə qoyulmasının, qardaşlar, iki variantı var. Birincisi, əllər qoyulur yaxın və baş qoyulur bunun arasına. Bu cür formada. Bu birinci variantıdır. Yəni əllər yaxın olur və səcdə bu iki əlin ortasına edilir. Və ikinci variantı, əllər açılır çiyinlərin miqdarında, geniş formada. Bu halda Allahu Akbar. Bu da ikinci formasıdır. Yaxşı, bəs ayaqların vəziyyəti səcdədə. Bəziləri ayaqları bu cür saxlayır. Aralı. Olmaz belə. Bəziləri bu cür saxlayır.
Olmaz belə. Ayaqlar, pəncələr qiblə istiqamətində və tabanlar da yaxın olur. Və sonra iki səcdə arası oturuş. Yəni səcdədən Allahu Akbar, səcdədən qalxırsan və bəziləri bu cür oturur. İki səcdə arası oturuşunda köpək kimi, yəni köpək oturuşu kimi otururlar. Bu da nəhy edib Peyğəmbər sallallahu aleyhi və səlləm. Səcdədə sol ayaq, izah edəcəm, sol ayaq bükülür, sol ayağın üzərində oturursan, sağ ayaq, barmaqlar qiblə istiqamətində bu cür oturulur. Və ya iki səcdə arası gəlib xas oturuş İbn Abbasdan bu cür oturardı. İbn Abbasda sabit olub ki, beynə səcdətin iki səcdə arası bu cür oturuşdu. Bu cürlə. Yaxşı, səcdədə oturanda və ya misal üçün təşəhhüddə oturanda və ya iki səcdə arası oturanda əllər harda olur? Əllərin qoyulması. Əllərin qoyulmasının qardaşlar iki cür forması var. Birincisi, əllər, yəni oturduqdan sonra birinci variantı bura qoymaqdır. Fikir verin, bura. Baxın, bükülü, biraz bükülü formada fəxz deyirlər bura. Dizin üzərinə qoymaq. Birinci variantı. İkinci variantı bu cürdür. Baxın, əl tam açılır. Əllər bu cürdür. Bəziləri bunun ortasında yer tutur, belə orta. Yəni, nə belə, nə belə orta gətirirlər. Yəni, bu sabit olmuyor. Yəni, bunun iki dənə variantı var. Ya, burada tutacaq və əllər də açılı olur. Yəni, bükmürsən barmaqları. Açıq formada qoyursan bura, ya da bura. Təşəhhüddə də əlləri tərpə edəndə, işarə edəndə buradadırsa, bu cür açırsan. Əgər burada saxlamırsansa, bu cür açırsan. Bu formasıdır. Yaxşı, qalır səcdədən qalxanda. Və bir şey qeyd edim, bəziləri səcdəyə gedəndə, yəni səcdəyə gedəndə yol verilən xətalardandır. Bəziləri oturduqdan sonra əlləri bu cür sürütlüyür. Əlləri sürütlüyürlər. Bu da düzgün deyil. Yəni, əllər, bəziləri misal üçün səcdədə əlləri bu cür saxlayır. Yəni, barmaqları bükür və ya belə saxlayır əlləri. Bu hamısı düzgün deyil. Əllər təmkin olmalıdır. Yəni, yerə tam şəkildə qoyulmalıdır. Nə bu cür sürütləmək olar, nə də ki, səcdədə əlləri bu cür yığmaq. Əllər tam açıq formada səcdədə qiblə istiqamətində dayanmalıdır. Yaxşı, səcdədən qalxmaq forması. Səcdədən qalxanda hesab elə səcdədəsən Allahu Akbar, əllər gəlir bura və qalxılır. Və ya misal üçün təkanla qalxmaq istəyirsənsə, yəni əllərinlə, yəni təkan verib qalxmaq istəyirsənsə, bunun iki dənə forması var. Səcdədəsən Allahu Akbar, ya əlin içindən təkan verib qalxırsan və ya ovucları əli sıxırsan bu formada qalxırsan səcdədən. Və sonra qaldı sonuncu rükətdə oturuş qardaşlar. Yəni sonuncu rükətdə oturuşun forması. Və sonuncu rükətdə oturuş forması qardaşlar 3 cürdür. Yəni axırıncı rükətdə artıq oturmaq istəyirsənsə 3 cür bunun oturuş forması var. Birincisi bu cürdür. Bu cür. Sol ayaq qatdalanır, qoyulur alta və ayaq bu formada qalır. İkinci forması bu cürdür. Bu cür. Bu adətən bu oturuş. Yəni tək namaz qılanda daha çox istifadə eləmək olur. Yəni çünki cəmaatla biraz alınmır. Yəni cəmaata əziyyət verərsən deyə
Bu forma adətən tək qılana aiddir. Bu cür. Üçüncü forması sol ayaq sağ ayağın keçir altına bu cür və bu ayaq barmaqlar qiblə istiqamətində bu cür alınır. Aydındır? Yəni bunu üçü də sabit olub, yəni üç cürdə oturmaq olar. Yaxşı, qaldı salamlar. Qaldı salamlar. Salamın forması bəziləri salamı bu cür verir. Selamun aleyküm və rəhmətullah. Selamun aleyküm və rəhmətullah. Bu düzgün deyil, qardaşlar. Səhi odur ki, salam olduqca çox fırlanmalısan sağ tərəfə. Hətta arxadakı yanağının ağlığını görsün. Esselamu aleyküm və rəhmətullah. Yəni, olduqca çox fırlanırsan. Və ya Esselamu aleyküm və rəhmətullah. Fikir verin. Yəni, arxadan yanağının ağlığı görsənənə qədər. Yəni, bəziləri bu cür salam verir. Selamu aleyküm. Selamu aleyküm və rəhmətullah. Bu da düzgün deyil, qardaşlar. Bu qısa, yəni namazın görüntülü forması idi. Yəni, Allah-u ələm, yəni, əgər xətalara yol verdiyimsə Allah bağışlasın. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.